Herkese salam. Mikrofonumuz Mikrofonumuz yoktu arkadaşlar. Ha, getirmişik, birazdan takacağıq. İndi qoyum ətraflı məlumat verəcəm hara gedirik. Birinci gəlmişik qaynımın iş yerinə, gedək qaynımın iş yerindən maşını götürə, biraz da abur-cubur götürə gedirik. Bu arada qonaqlarımız var. Miriş. Bu da Mirişin arvadı Səmuş. Getdik. Deməli arkadaşlar, gedirik. Bulvarda yarmarka açılır. Bulvarda deyil axı o mən bilirəm. Bulvardadır. Ora bilirsiniz ki, tək bir nəfər üçün açılmır da, hamı gedə bilər. Biz də gedə bilərik, siz də gedə bilərsiniz. Narahat olmayın. Bizdə baxıb getsəz, biz deməyəcəyik ki, bizdən baxdı, getdi. Narahat olmayın, rahat gedə bilərsiniz. Ürəyiniz istəyən qədər. Gedirik öz izləyicilərimizə, bizə aid olan izləyicilərə vlog çəkməyə. Hə. Getdik. Hə, gedirik. Şeydir, nə deyəcəkdim? Diyanı yaz, hə, onu deyəcəkdim. Biz əslində həqiqətən elə yerləri sevmirik. Nətər sevmirik? Yəni çox tünlük olur. Adamlar o qədər çox olur. Adamlardan da əlavə belə dəxlisiz adamlar çox olur da, həddindən artıq çox olur. Ona görə mən elə yerlərdə çox sıxılıram. Amma izləyicilərimizə maraqlı bir dənə vlog çəkmək üçün, siz də deyirsiniz evdən bayıra çıxmırsınız, həm də gedək görək təzə yeni nələr gəlib, nələr gəlməyib. Gedək həm onları çəkək, həm baxaq görək nə edirik, nə eləmirik. Anlarla Səma oturublar arxada. Bayaqdan anlarla qırışıram. Anlar deyir ki, qabaqda oturum. Deyirəm ki, yox. Qabaqda özüm oturacağım, sən otur arvadımın yanında. Arvadları ayırmıram da, bacı, günah eləmirəm. Savab iş görürəm, nə qayıram ki burada. Hə, option belə. Yəni siz yorumlarda yazmamış, mən deyirəm ki, yəni bir yer tək bir nəfərə aid olan bir şey deyil. Hamı gedə bilər, hər kəs gedə bilər. Mən bugün ağ geyinmişəmsə, sən ağ geyinməli deyilsən ki, o deməkdir ki, ay mən də gördün, gedin. Elə bir şey yoxdur. Yəni hamımız özgür bir dünyada yaşayırıq. Hərəmizin öz ayrı-ayrı kütləsi, izləyicisi var. Ona görə də yorumlarınıza çox xahiş edirəm, diqqətli olun, fikir verin. Qurana and olsun, Allaha and olsun deyirəm, çox böyük günaha batırsınız, dəxilsiz, yersiz yorumlar yazmaqla. Çünki bir daha vurğulayıram. Mən vulkanizasiya tapsaz mənə deyin də. Bir vlogu, yəni fərqli obrazlarda bir çox adam çəkə bilər. Heç kim özündən icad eləmir nəysə. Nəysə, bura harada? İndi təkərimiz boşalıb, düşürük təkərimizi doldurmağa, ondan sonra isə gedirik bulvara. Sərsiz nə yaparım? Qırırlar bir-birlərini arkadaşlar. Siz bu neçə ildir belə hər dəfə çölə çıxanda bir-birinizi belə, daha doğrusu sən bunu əsəbləşdirirsən, Anar, sən. Mən bana ağıldım, necə bir yerdə var olmuşsunuz. Azdıracam orada. Arkadaşlar, deməli mən şeydə atraksiyonlar gördüm bulvarda. Hələ o güllər olan yarmarkaya getməmişik də. Atraksiyona kim minir ki sən? Mən binəcəm. Mən də binəcəm. Bir dəqiqə, mən binəcəm. Dedim nə oldu? Nəsən dostlar? Bilən bunu cırnadıra. Hə, yaxşı, tamam. Onu ki təzdən geri al. Mən minməyəcəm atraksiyonlara. Mən binəcəm. Bilirəm dostlar minərsən. Arkadaşlar, sən deyəsən mənlə çabutlan, şuna bir balaca. Sənə buradan azdıraram ha bulvarın ortasında. Bilirsən ki, bulvar mənlikdir. Hayda, bu kim gələ bilər deyə. Gələrdim də, get gətircə maşını. Bizə getirə gələk. Atraksiyonlara minmək istəyirəm. Baxaq görə indi nə var, nə yox. Hələ ki gedirik də, çıxmışıq evdən. Liftçinin yanına, eskalatorun yanına kim gələr deyə. Sən indi elə dolayacam ki, Allah görmüsən, bomboş deyir. içime vursun ritim, içim. Onda nə gəlsin onda yazmır. Siz getsəşlər amma, o deyəsən ki... Onlar kişiləşdin ha biraz. Şey bunu? O yaşına bak. Bir dənə qabaqda yerin. Dartılıb, ana, heç nə olmaz. Kol indi yeriyə bilərsən. Bana sən bana aha tutdu səni. Qaç götür. Heç nə olmaz. Kim deməm, arxama baxır. Bir dəqiqə hamımız arxama baxırıq ama 97 min kütlə bir dəqiqə sən arxama baxır. Neyse arkadaşlar gidiyoruz.
Mahlukları mən olmuşam. Daha da yükseklerden gelsin sesin. Zarafat eləmirəm, mən Git sənin. de git. Ben her kaptaladım git. Yaxşılıq insana həqiqətən də yaramır. Mən saroçka giyinmişəm, uzun qol giyinmişəm, üzərindən də qalın tedi giyinmişəm. Birdən riski fikir verirəm ki, bu nəyində kutka yoxdur. Deyirəm ki, Taci sən kutka giyinməmsən belli. Nə o özü üşüyür, mənə sataşır. Allah'ım da öyle olur. He? Elə olur çünki mən sən niyə üşüyəndə sənə baxıram? Çünki mən görürəm ki, mən qalın geyinə üşüyürəm, amma sən nəzik geyinmisən, sən vaxtı məndən betər üşüyə Sen bilərsən. elə bil biraz çok konuşacağım, danışırsan. Çünki mənə əsəbləşdirirsən. Siz naz qırında bir-biriniz nə olub? Qolluqdur. Bir de gazdıracağım yanmısına, özüm gideceğim qabaqda. Neyse arkadaşlar gidiyoruz. Gelmişsin. Sen vurabilmirsen Aktacı. Vurabilmirsen Aka. Yaxşı gel vur. Git oyna. Nədəyəm arası? Git oyna git git. Git oyna. Bura insanlar var diye böyle tam bile çekme istemiyorum narahat olarlar diye. Ama maraqlıdır. Jantikler maraqlıdır. Oynuyorsunuz yoksa yok. Git oyna görün. Ama orada sənə gözləyəcəksən. Buradan oyna da hayatım. Bunlar nereye? De bu. Angry Birds oyna. Kız öğrenmedi. Git sen vur. Ben oyna, o bir nədir? Git de git. Oradan nələr var? Oradan da şey düşmür da. Kırmızı yapsak döyər deyədi. Eyni şey. Acaba basketbol var orada. Git git bunu oyna. Bunu oyna. Kassa. Gel oradan ne alacağım? Ne kadar? Büyük hediye vurmazsan seni vuracağım. Nasıl verirler ya? Hoş bir tesadüf. Böyle. Baktığımızdan mı var? Neler edildi hayat yoldaşı. Neyse tamam. Özü bitirmeyin. Geri salamlaşarsın birazdan. Atın. Tamam Taci. Saçın da karşı. Seçilmişim. Vurulmasa yani. Vurabilmezsen görselini yiyeceğim. Ha, vurdun ha. Ne kadar vurma hakkı. Çok vurma. Çok güzel durmalı yani. Taci vurabilmişsin akıyet. İkisi var gitti. Var mı bunlar ya? Ben zor var bu. Ama sen vur görüm. Ben aşağı tutturayım. Yukarı kalacak. Yani yok. Yukarı kalacak. Yukarı geriye kalacak. Hadi bir hemen vurun tut ben şey. Çok kötü. Sonra sen de vur. Yukarı vurma. Aşağı. Tamam. Sözüm yaptı. Ayağımın bir üstünde şimdi gördün mü? Soğuk seni. Birim vurdu. Ama heyecanlıdır çünkü baba. Evet. Sağ olun. Neyse arkadaşlar gidelim. Hep iki dakika video çekelim. Montaja bakmayacağım ha. Ne yapacağız ya? Hadi şöyle topraklarım. Gerçekten ne yazarlar lan? Evet mi? Niye pis şeylerle meşgul olmak ister? Ay maşallah. Dur sen şaşın seçsinler.
dekor eləyiblər. Zontik. Zontik. Sadece sarı. Allah yardım diye hayatım. İşiyle. İşiyle alttan kalktı. Ama güzel işiyle. Ve burada. Böyle. Ama çok yakın durmaya koymuyorlar çünkü akranlar dehşet çok. Aslında haklıdılar çünkü bizim cemaat gören kimi tasdik etti. Ama esnafı gördük. Yakından gördük. Yani çok güzeldi bu arada. Oradadılar halihazırda. Hayır. Lütfen. Çekti bacı. Kimden çıktı? Buraya bir şey aktarır. Ama... Ha. İnşallah yemeğe bir şey aktarır. Ben hot dog yerim. Buradadır. Ben de isterim. Ha, ama tacir oruçta tacir yemeysen iyi götürecek. Ben neymişsin? Tacir. Tacir. Ama yiyebiliriz arkadaşlar. Yiyebiliriz. Tamam. Bu. Nerede var da? Bundan da yiyebiliriz. Bu nedir? Evet, acımışız arkadaşlar. Toyuk dürümü gördük burada. Tadım bilmiyor yeter ama acıklıyı alıyor. Tacire bir espri içmeyi istemiyorum ama hiç olmaz. Yiyebilirim artık. Özür dilerim canım. Yiyebilirsen de yiyebilirsen de yememeyin Neyse tabi doğru zamanda yemek yemiyor ve tacir nerede ki sen böyle günaha bakırsan yemek yemişsen ama ondan sonra günaha bakmak fikrim yok arkadaşlar. Sen burada mı? Hiç ne olmaz. Ben kokun burada ha? Kokun. İşte en tavuk dürümü verebilirsin. Elə bu tabda hazırlayırlar burada. Biraz koklar da var ama bir kitap yemiyor havalcıda. Sen iyisin buraya kitabı. Yüreğim merahatlı canım. Senin bir bakın. Sen böyle. Sen de yemek yiren, tacir yemek sonra verirsen. Evet, sen de. Yemirəm o küstəmlə sağ olun ama tacirə mağazadayım. Arkadaşlar ben dürümümü aldım. Alarım ben bak bana bak saf saf. Hiç beğendirmişim sana. Ben koşun bana kola diyen de istem dene. Bir tane de kola verin de. Ortam verin yine araba düşerler. Ben içine bir tane verir, içine. Bir tane direm. Ha, içine verir. Çizgin çizgiyi tabi demedim. Ben koşun kendinde de. Bak. Zaman o baştan bildiği arkadaşlar. Zaman neyse aramızda yoktu. Bayağının biz aldık ki bunun içinde şey var. Mayonez sapları hiç şey yoktu. Çok tatsız bir şey ama azıcık diye mecbur yedik. Ya burada oynar. Ne oyna? Ya Allah'ım bu ne oynadı? Bizim gəzintimiz elə bundan ibarət idi. Çünki ora çox bastırıq idi. Dediyim kimi gəlmişdilər deyə insanlar falan hamısı dəymişlər bir-birinə, axranlar falan çox idi. Demək olar ki, gəzmək olmurdu. Yəni addım başı axran idi. İcazə vermirdilər qıraqlarda gəzməyə də, yəni ortada gəzməyə. Ona görə də elə dürümümüzü aldıq, çıxdıq. Bu dürüm çox dadsızdı. Heç bəyənmədim. İçində simitan falan dedi. Hər şey var amma heç nə yox. Toyuğu cıplayıblar içinə, soğanı qoyublar içinə. Ana bunu qoy da qırağa. Bük qoy, kimsə yeyər quşlardan zaten. Yeyə bilmədim. Bacı mənə qınamayın. Valla mən bəyənmədiyim şeyi yalandan tərifləyənmərəm. Dadlı deyil. Pul verib da alsam, pulsuz da alsam fərq eləmir. Tacir dedim ki, mən atraksiyonlara aparmadı. Deyir, atraksiyonlar çox uzaqdadır. Ora getmək üçün 1000 addım atmaq lazımdır. Nə bilim, nə etmək lazımdır. Həmin tacir orucdur deyə mən istəmirəm onu bu qədər yorum. Ha, onun yorum nədir? Xəstəsən, sən uşaq gəzdirməyə çıxarmısan. Onun yorum hezdə. Deyir, orada gedək tur atın da. İstəmirəm mən tırmır. Mən istəyirəm. Mən gittim atraksiyona mindim, sən tıra minəsən. Yaş bir də. Gəl aparım mən tırı.
İstəmirəm. Bundan sonra məni apara bilərsən, sən apara bilərsən. Aparam mənəm ki. Mən də getmirəm, otururam burada. Aşkım, niyə ona pul verirsən yalanın həyatım? Kimə? Mən bir sahara getmirəm. Anar, bir sahara getmək istəyirəm, tacir. Rayona gedib o dörd təkərli motosikletdən sürmək istəyirəm. Ondan təzəcə bir nəfər öldü də Qurana. Hə, rayonuna. Allah. Divara İşlərim- çırpılıb rəhmətə getdi. Allah rəhmət eləsin. Onun əcəli oraymış həyatım. Bizə nə adiyyatı var şu an? Bu dəqiqə bax getdiyimizdə də anar yıxıla bilər, başı dəyər o zibil qutusuna çözə bilər. Ola bilər, yəni insandır. Əcəl çatanda bu qədər pis yerdə anar. Yıxılanda ehtiyatlı ol. Ana at sölə. Ha, getdi. Elə yıxılmır da anar yəni. Ana, kofemi ver içimdən, nə olar, xahiş edirəm. Sən o dürümünü yedin. Çox, Allah tək mən demirəm də arkadaşlar. Şey də dedi. Hə, çox, anar at verə, dırnağım var, nə olar. Çox iyrənc dadı var idi, həqiqətən də tək mən demirəm. Anarın da veçin ağzında siqaret. Targovuda o vaxtı fırtcun yemişdim yeni ildə. İnşallah, hə, bu kişilərlə yox, bacı, kişilərlə çölə çıxmaq çox maraqsızdır, valla, Allaha and olsun. Ona görə ən yaxşısı qızlarla, hə. Alır. Nasıl yani çorluyoruz nasıl? Azdır gəldim axşam evə mən. Görmə. Daha hoş. Görmə, Allah qıtacı da qıtı ki. Bizə daha xoş, hə? Gedin. Valla, gəl az. Elə bilirlər ki, həyat bunlardan ibarətdir. Allah başımızdan əks eləməsin, o heç o öz yerində. Prosta kupəsin. Az gedirlər, əməlli başlı gedirlər. Az qoy getsinlər. Azınansız şey, inanın ki, heç vejimizə də deyilsiniz. Belə gələrsiniz. Allah and olsun, bizsiz qala bilməzlər. Yeməklərini veririk, içməklərini veririk, sularını veririk, çaylarını veririk. Ta nə istəyirlər? Bir də oyuna gecələrdə başımıza oyun açırlar arkadaşlar. Ay da verim içirsən. Ağzımı vurdum, öz ağzıma soğanlıdır. Dürüm çox bərbad idi arkadaşlar. Belə gələrsiniz, bax quzu kimi. Bax quzu kimi belə gələrsiniz. Gəlin, qoyun olar çəkim. Nə oldu? Şuna bax. Hə? Sizin qardaşınız yoxdur, siz nə çəkirsiniz? Nəyimiz yoxdur? Qardaşımız yoxdur sizin. Bizim qardaşımız da var. Belə aslan kimi qocalarımız da var. O buradan. Nə oldu be? Ha, siz gəlin bizə patxod edin bizdə. Daha bir dənə patxod edin bizə, nə olar? Gəl elə bir dənə maraqlı olsun. Gəl də, gəl. Məsələn, davada get, gəl səman. Gəl, bizə patxod olma. Deyək ki, tanımırıq sizi, bizə patxod edirsiniz, yaxşı? Görün, tuta bilirsiniz. Qız nətər tutmuşsunuz ümumiyyətlə önümüzdə. Davay, gəlin. Sakit. Alo. Ha, brat. Hardasan, yetim. Bulvardan yetim. Hə? Deyəm bir dənə görüm, eşitmirəm səni. Alo. Alo ye. Alo. Nəvəsi yaz. Hə? Hardasan? Sən mənim ofisin nömrəmi bilmirsən? 100'dan olanı yığ da demişəm sənə. 100'dən olan yox, 51. Belə tutarız. İndi biz sizi tutaq, tut. İndi ağzı üstündən qoyacam, tutar. Ay, əllərimizi tuturuq da, başqasını tuturuq ki. Gəz arabası deyən biz sizi tutaq, deyən baxın görün biz sizi nətər tuturuq. Niyə oğlan qız tuta bilir, qız oğlan tuta bilmir, başa düşmədim. Özü indi yerlər dəyişir və həyatım Allah, indiki qızlar oğlanlar tuturlar. Sizin temaları indi eləyənlər yoxdur, valla. İndi sən nə qayrıla, promo gedirlər, deyirlər, baxarlar ki, evil də olsan, dillə bir mənə. Gəl bura. Ayda, dilim qalıb. Opsunda belə ərgən qız tuturdunuz, hə? Bunda heç qızla tutub belə. Amma mən öz ərimdən bilirəm ki, mənim ərim heç vaxt çöldə qıza söz atmayıb. Məndən qabaq da atmayıb. Həqiqətən həyat yoldaşım. Bu nə mövzu səmazəmət olmasa? No. Həqiqətən, yəni öz həyat yoldaşım olduğu üçün demirəm, heç vaxt çöldə barədə qızlara söz atmayıb. No, divijit. Hələ adi mənlə sevgili deyil, dost kimi idi. Yəni salam sağlığımız var idi. Heç bacı Allaha and olsun mənə də öz vermirdi. Vallahi deyirəm bu necə tərbiyəli, necə qanacaqlı olan. Mənim kimi qıza gözəlliyə öz vermirdi. Amma bacınız onu nətər tutdu? Göydə tutdu, yapıram bu. Mənə bax, gəzirəm abi, Ömür yoldaşım. yetir. Stoykamız oldu. Ömür yoldaşım. Bəsdir də səhv edib soğudur ömür yoldaşım. Gidi də, öl öldüyün yerdə. Öl öldüyün yerdə. Arkadaşlar, Ali senden Niye olmasın? Ben.
istəyirəm, qoymurlar Deyirəm, deyim. deyə bilər. Bir gün inşallah Allahın izni ilə, İnşallah. Allah inşallah yetirsin. Mən məsəl üçün nətər deyim, xətrimizə dəyməsini. Köməkçilər ola bilər. Mənim köməkçilərim olacaq. Baxıcımız ola bilər. Baxıcılarım Alisaya. olacaq. Mənə də baxsın, Alisaya da baxsın, Tacirə də Səidiyə baxır. baxsın. Tacirə də baxsın, Mən arada bir istəmirəm, Səmayla Anara da baxsın. Mən özümə baxa bilmirəm. Hə, yəni onlar hamısı bir gün o qədər varlı olacağam ki, o qədər villalarım olacaq, o qədər maşınlarım olacaq ki, gündə birində gəzəcəm. Amin. O gündə ya da yaxşı bir dənə əsas arzumu deyim. Bir gün elə bir gün olacaq ki, mən belə gələcəm, maşın qapağım belə Qapanın. Aysa. Nissan. Elə ona görə heç vaxt ağ, olmaz. ya Nissan idi, ad neydi? Sanata, ağ Sanata. Bacımızın ən böyük arzusu maşın olmağıdır. Ana, andolallaha bax çək onu. Al. Çək onu gəl. Yox, gələndə söz danışmış. Deməncə yoxdur, yox, mən oturmaq istəyirəm qabaqda. Ana, düş. Yaxşı, siz dalaşın, mən gedirəm. Andım arkadaşlar, oturdum qabaqda. Sən xahiş edirəm, bir dənə söz söyləyərsən. Söz söyləmədim, söz söyləyə demədim. Neyse arkadaşlar, görün ağayır uşağımın şarına. O inşallah. Neyse arkadaşlar, arzumu danışırdım axı. Hə, bacımızın ən böyük xəyalı maşınımın olmağıdır. İnşallah Allahın izni ilə Allah mənə birinci ev qismət eləsin bizə Allahın izni ilə. Ondan sonra Allah qoysa maşınım olar. Tacirin almağını düşünmürəm qətiyyən. Çünki tacir mənim maşın alan zad deyil bacım. Özüm alacağam inşallah. Bir gün bu arzumu yerinə yetirəcəm. Allahın izni ilə. Amin deyənlərin dilləri var olsun, deməyənlərin görün dilləri qurusun. Amin. 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 Yox. Görürəm axı gözlə. Gözüş. Sonra. Taciş. Sonra. Semoş. Sonra. O zaman Ayş. İzleyenler. Ay izləyicilərimiz. Yo, o dilde, o dilinde. Ay hepinizi çok seviyorum aşkolar. İyi ki varsınız bebişlerim. Arkadaşlar bəli, o ses, Gürdalcıl buradadır. Aa, Gürdal. o ses anadan çıxır. Ya uşaqlar, onu demək istəyirəm ki, Ay seviyorum hepinizi. Ama ben kanala abone olun. Herkes abone olsun kanalımıza arkadaşlar. Tüm bildirimleri açmayı unutmayın. Bay bay. Arkadaşlar bu sesten sonra abone olmasan sizi vay halımıza. Arkadaşlar geldiği eve tacir iftarını elədi. İndi bu ikisi gedirlər. Səma da gedir. Alisa suyunu içir. Səma evlərə gedir. Mən nəsə demişdim. Asəbdən sürprizim var. Gedək size onu göstərim. Bilirəm, çox şey eləyəcəksiniz. Deyəcəksiniz ki, bu qız nə qədər şey eləyir. Amma mən yenə kravatla şifonyerin yerini dəyişmişəm. Gəlin sizə deyim niyə dəyişdiyimi səbəb olaraq sizə izah edeyim. Biz ümumiyyətlə Alisa yanımızda yatmır, yanımızda yatır. Tacir divanda yatırdı, mən kravatda yatırdım. Bu hal bizdə uzun bir müddətdir belə davam eləyir. Bizi narahat edir. Yəni olmaz da əslində, yəni ayrı-ayrı yatmaqda belə izah eləyim sizə. Ona görə də Alisa'nın da üçümüz bərabər yata bilmirik də, kravatımız dardır. Ona görə biz də dedik ki, elə götürək bu kravatla bunu yan-bayan qoyaq, Alisa oradan bizə baxıb yatsın. Elə axşam elə orada qoydum, yan-bayan qoydum, oradan baxırdı bizə, buradan da yatdı. Biz də yıxıldıq, yatdıq burada yerimizdə. İnşallah ki, Allah bizə inşallah ev qismət eləsin. Biz öz evimizdə rahat Alisa'nın adının otağı olsun, bunu arzuluyuruq Allahdan. Olmaz. Getdik. Yəni bu səbəbə görə dəqiqə başı dəyişiklik eləyirəm. Hə, qoy söndürüm qalqaranlıqda, gəl. Yəni ona görə uşaqlar indi isə nəysə bulan başı qarışıqdır. Gəl bura Alice. Mən uşaqlar tacir gediblər futbola. Üstünüzə sağlıq. Başımdan bir dənə ağrı tutub dəhşətlə ölürəm. Alisa yatıb, saat 11-in yarısıydı. Alisa yatdı. Mən də duram, hazırlaşam, yatam. Videonu sonlandırım. Sizləri çox sevirik. Yaxşı ki varmısınız. Ümid edirəm ki bugün getdiyimiz yerlə bağlı artıq əski yorumlar eşitmərəm. Çünki bir daha deyirəm, biz öz izləyicilərimizə çəkmək üçün getdik. Kimdənsə gördük, kimdənsə götürdük. Ümumiyyətlə bu həyat gör-götür dünyasıdır. Görürsən, götürürsən. Hər kəsdən bir şeylər götürür. Bunu yəni qınaq halına çevirib insanları bir-birinə düşürməyin. Çünki sabahsı gün
o qədər şeylər baş verir ki, kimsə kimdənsə nəsə götürür, görür, xoşuna gəlir, başlayır. Məsəl üçün, mən bu geyimi alanda, məsəl üçün, hansısa bir rəfiqəmdə görüb, bəyənib alıramsa, o demək deyil ki, mən o rəfiqəmin paxıllığını çəkirəm və ya qurtuluğunu çəkirəm. Hərəyə başqa cür yaraşır, hərə başqa cür konseptdə təqdim edir, belə deyim. Ona görə xahiş edirəm, ara vuran yorumları yığışdırın, artıq əski heç nə yazmayın. Zaten yazanda da mənim öz izləyicilərim cavabınızı verir, görürəm yorumlarda. Ona görə də hər kəs öz qəlbini özünə saxlasın. Allah hər kəsin qəlbini öz həyatı eləsin. İnşallah, inşallah, inşallah. Bu kiminə qarğışdı, kiminə dua. Allah hər kəsin ürəyinə görə versin. Sizləri çox sevirik. Yaxşı ki varsınız. Bay bay. Sağ olun. Sabah görüşərik inşallah.